Herkese salam, mini vloguma hoş gelmişsiniz. Bugün Crescent Mall'a gedirik sizinle birlikte. Ona göre de her bir detay çekmişim. İlk önce outfitimi gösteririm. Daha sonra ise makyajımı size daha da yakından göstereceğim. Bir tane de bacınız böyle yakından göstersin özün. Böyle makyajın. Ne olar ki gelip Crescent Mall'a çatmışam. Sadece keçiddən o tarafa keçəcəm. Sizi bilmirəm, mən bu ərazilərdə gəzəndə özümü çox xoşbəxt və safe place hiss edirəm. Sanki xaricdəyəmmiş kimi bir vibe verir. Gəldim, çatdım Crescent'a. Hələ ki, birinci mərtəbəsindəyəm. Birinci zarafama baxıram. Çox gözəldilər. Bunlara baxın. Bu. Necə zərifdir. Bunlar neçədir? Amma bahadır da. Biri 18 manata bahadır. Bunları mən çox bəyəndim, bu qabları. İnşallah özüm evlənəndə onlardan özümə alacağım. Həmçinin bunlar da, baxın, yəni biri 9 manata, məncə bahadır biraz. Amma bunlar, məsələn, bu gözəl, bəyəndim. Birinci mərtəbədə demək olar ki, daha lüks markalar yerləşir, yəni digərlərinə, indekslərə nəzərən. Baxın Zara'ya, görə Zara'da nələr var. Crescent Mall'da həqiqətən seçim çox olur, çeşid də çox olur. Ona görə dedim buranı baxaq. Mən budanı çox bəyəndim. Ümumiyyətlə mən zərif və belə gözünən və belə zərif görünən donları çox sevirəm. İstəyirəm sizə də göstərim. Belə gözəl yaşıl rəngi var, su yaşılı kimi. Bunu geyinib yoxlamaq istəyərəm. Nə ki şey görünürəm. Ayaqqabılarım qədim bisirlərinin ayaqqabısına oxşayır. Bunu geyinəcəm, alacağım cüyür. Əsəbləşirəm nə zaman belə, üzr istəyirəm ifadəmə görə, belə pol əskisinə oxşayan paltarları endirmə qoyurlar və hələ də yenə baha qiymətə qoyurlar da. Yəni, heç buna mən 30 manat əsla vermərəm. Yəni, endirmə qoyduqları şeyi elə qoyurlar ki, onu o insan alır ki, sırf Zara'dan nəsə alsın deyə alır ki, hayda Zara'dan alın bunu. Türkiyə Zara'sında endirimdə idi. 50 neçə manat idi deyəsən ya da 40. Məncə çox qəşəngdir. Kombin eləsən süper olardı, əsl faizli. Bir də ki, əvvəl belə geyimləri heç sevmirdim, amma indi çox sevirəm. Bu don biraz qısadır, amma bu çox qəşəngdir. Həqiqətən, gözəl kombin edəndən sonra ideal olar məncə. Mən bej rəngini çox istəyirəm. Alacağım inşallah özümə bej rəngi. İstədiyim çanta budur. 3 rəngi var. Biri bu rəngdir, biri bu rəngdir, biri də bordo rəng. Bu ayaqqabı da çox zərifdir. Neçədir bu? 90 manat. Bu sıra çoxdur. Ona görə mən düşünürəm ki, bunları bir yerə qoyum. Biraz fırlanandan sonra gəlib elə baxaram. Çünki mən sıra gözləməyi heç sevmirəm. Buraya inşallah qaydanda elə həmən yerdən götürmə şansım olar. Gedək başqa mağazalara. Deməli dostlar, Pull&Bear'də belə 2 məhsul götürdüm. Şalvar əslində qəşəngdir, amma ön hissəsi də belədir. Yaxından göstərim. Şalvar biraz dar oldu mənə. İndi baxacağım görüm böyük razmeri var ya yox. Bu amma çox rahatdır. Bunu yəqin ki götürəcəm. Yəni qəşəngdir. Həm endirimdədir. Şalvar da endirimdədir bu arada. Həm köynək endirimdədir. Həm də qəşəngdir. Duruşu da, rahatlığı da. Ona görə bunu alacağım. Belə. Amma şalvarın bir razmeri böyüyü lazımdır sanki. Pull&Bear'da endirimdən yararlandım. Özümə köynəyi aldım. Bu arada Instagramda məni izləməyi unutmayın. Burada aşağı hissədə ad hissəsini yazıb qoyacağım. Instagramın adını. Orada məni follow eləyərsiniz. Geyimləri üzərimdə də göstərəcəm. Həm də orada başqa Nuraydır, burada başqa Nuray. Stradivarius'da demək olar ki, endirimli heç bir dənə olsun belə. Stendi yoxdur. Ümumiyyətlə Stradivarius həqiqətən qiymətləri çox artırıb. 2021-ci ildə Stradivarius daha münasib idi, amma sonradan qiymətlər çox qalxdı. 2021-də mən Bakıya təzə gəlmişdim, yəni universitetimin ilk ili idi də. Qiymətlər belə deyildi, amma indi 95-dən aşağı heç tapmaq olmur. Yəni ən azından 95-dən aşağı şalvar tapmaq olmur. Amma əvvəl belə deyildi. Və məndən əvvəl tanıyanlar deyir ki, vaxt var idi biz Stradidən, Zara'dan 30 manata paltarlar alırıq, özümüzə şalvarlar alırıq. İndi 100 manatdır. Bir şalvar götürdüm, amma mənlə onun arasındakı yaxınlıq dostlar. Amma çox qəşəngdir. Biraz olsaydı hə yığdıra bilərdim, amma bu tamamən, yəni mənim razmerim deyil də, çox böyükdür. Amma çox da gözəl endirimdəydim. Mangoya, Mangoda gözəl məhsullar olur, amma deyərdim ki, yəni çox bahadır da. O birisilərə nəzərən daha da bahadır. Məsələn, bu sırğa.
Bu nədir ki, məsələn, buna mən 40 manat verim? Məsələn, pul beyarda bu 19 manat idi. Burada 36 manat. Niyə? Materialı da eyni daha dostlar. Mangoda endirimdə olan bir şey belə göz 50-60 manatdan başlayır. Kotonda demək olar ki, zövqlü şey o qədər azdır ki, heç nə bu boyda mağazada heç nə bəyənmədən çıxıram da. Onu bəyənirəm, şirin də. Ən çox da bu hissəsini bəyənirəm. Belə ciciş göstərir onu, amma buna 80 manat vermək istəmirəm açıqcası. Amma bundan məndə var. Bundan məndə var. Portağal rəngi. Qızlar bilir. Gəldim, oturdum. Çox acmışam. Ona görə də KFC-dən özümə belə sifariş elədim. Sifarişimi gözləyirəm. Sıra çoxdur. Yəqin ki, biraz gec olacaq. Ay, bugün çox qəşəng gəldi. Sizdə də olur bəzən hansısa bir gün olur ki, özünüzü belə çox gözəl bilirsiniz. İndi bir gün olur ki, heç güzgüyə belə baxmaq istəmirsiniz. Əslində evdən çıxmamışdan öncə elə idi. Makyaj eləyəndən sonra gördüm, yox, gözəl gözəl. Gəldi, hazırdır. Belə cheeseburger fri, bir də sos sifariş elədim. Chicken fanta. O qədər şirin acmışam ki. Qızlar, mən belə bir kostyum geyindim. Çox qəşəng deyil. Baxın bir dənə. Məncə çox gözəldir. Mən əvvəllər belə şey heç sevmirdim. Bu arada o qədər istəyirsə artıq saçımı belə topladım. Çox gözəldir. Takım Zara'dadır. Çox belə, indi məndə ayaqqabılar hündür taban deyil. Amma hündür geyinəndə qəşəng olar da. Bu şalvar biraz mənə böyüdü. Beş razmerdə, amma böyüdü. Yəni bu hissədə dayanıb. İndi baxacağım görüm ondan kiçiyi var ya yox. Çox qəşəngdir də həqiqətən. Sadəcə olaraq yenə həmişə olduğu kimi qiymətlər uçur. Evdə baxacağım görüm. Türkiyədə və yaxud İspaniyada neçədir bu? Və belə bir don geyindim. Nəyim bəyənmədim. Qabaq hissəsi çox belə narahatdır, yəni. Hoşmadım. Mən adamsa onlar kimlə dans etdiyinin farkında olmadılar, yox. Nə oluyor? Hə, yəqin arxada dayandım ona görə. Yəni qabaq hissəsi belə çox narahatdır, yəni nə açıqdan açıq deyil, nə də ki belədən belə deyil. Yəni bilinmir ki bu nədir. Qarın hissəsini çox bildirir o öz yerində. Və bu hissəsi yəni oturmur. Yəni mən çox istərdim ki belə olsun, məsələn, belə bu formada otursun. Amma oturur. Yəni oturmaq deyə bir şey yoxdur. Belə arxası da açıqdır. Böyle. Və mən belə midi xoşlamıram. Ayaqdan olsaydı, tam topuqdan olsaydı daha gözəl olacağını düşünürəm. Crescent Mall'dan çıxdım. Artıq evə doğru gedirəm. Bugünlük bu qədər. Videonu bəyənib, şərh yazıb, Instagramda məni follow edib, dəstək olmağı unutmayın. Hamınızı öpürəm. Həqiqətən gecə çox qəşəng görünür.